Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 22 may 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugün olan buraxılışımız 16 səhifədən ibarətdir. İlk səhifəmizdə Azərbaycan Prezidenti İlham Əliyevin Macaristana işgüzar səfəri ilə bağlı, Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib başlığı ilə yazı dərc olunub. Mayın 21-də Macaristanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib, Macaristanın baş naziri Viktor Orban dövlətimizin başçısını qarşılayıb və birgə foto çəkdiriblər. İkinci səhifədə isə Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib başlıqlı yazının davamı yer alıb. Bu səhifədə Prezident İlham Əliyevin çıxışı dərc edilib. Ətraflı tanış olmaq üçün söz gedən səhifəmizə baxa bilərsiniz. Üçüncü səhifəmizdəki məlumatların başlıqlarını diqqətinizə çatdırırıq. Budapeştdə Türk Dövlətləri Təşkilatının başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib. Prezident İlham Əliyev Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir Nəvai beynəlxalq mükafatı ilə təltif olunması mərasimində iştirak edib. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə bəyannamə imzalanıb. Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib. Prezident İlham Əliyevin Macaristana işgüzar səfəri başa çatıb başlıqlı məlumat isə 4-cü səhifəmizdə dərc edilib. Həmçinin bu səhifədə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə bəyannamə imzalanıb başlıqlı məlumatında davamı yer alıb. 5-ci səhifəmizdə Avropa ilə Şərqin körpüsü, Azərbaycan-Macaristan strateji tərəfdaşlığında yeni dövr başlıqlı məqalədə qeyd olunur. Azərbaycanın xarici siyasəti balanslı və çoxtərəfli əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu kontekstdə Macaristanla münasibətlər həm regional sabitlik, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasında əlaqələr sadəcə diplomatik münasibətlər deyil, həm də enerji təhlükəsizliyi, nəqliyyat, müdafiə və qarşılıqlı əlaqələrin genişləndirilməsi kimi strateji istiqamətləri də əhatə edir. Qlobal şəbəkəsinin 6-cı plenar iclasında əsas müzakirələr mərhələsi başlığı ilə məlumatda 6-cı səhifədə dərc edilib. Ümumilikdə 300-dən çox nümayəndə tədbirdə fiziki olaraq iştirak edib. 60-dan artıq iştirakçı isə iclası onlayn formatda izləyib. Plenar iclas çərçivəsində 100-dən artıq təqdimatın keçirilməsi nəzərdə tutulub. Tədbirin proqramına uyğun olaraq mayın 21-də Qlobal şəbəkəsinin 2024-cü il üzrə fəaliyyət hesabatı və 2025-ci il üzrə iş planı plenara təqdim olunub və müzakirələrdən sonra təsdiq edilib. Qəzetimizin 7-ci səhifəsindəki yazılar isə konstitusiya və suverenlik ilinə həsr olunub. Milli ideoloji dəyərlərin təməli başlıqlı məqalədə qeyd olunur. 2025-ci ilin ölkəmizdə konstitusiya və suverenlik ilə elan olunması, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin əbədi olmasında bir çox prinsiplərin əhəmiyyət və mahiyyətini ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır. Günün siyasi nəbzi isə 8-ci səhifəmizdə tutulub. Yeni dünya düzənində sarsılmaz Türk tandemi başlıqlı məqalə burada yer alıb. Hazırda TDT yeni dövrə qədəm qoyur. İkinci qeyri-rəsmi zirvə görüşünün keçirilməsi bu mərhələnin başlanğıcıdır. Bu il Türk Dövlətləri Təşkilatının müdafiə sənayesi sahəsində əməkdaşlıq istiqamətində atdığı addımlar strateji əhəmiyyət daşıyır və təşkilatın inteqrasiya proseslərinin dərinləşməsini göstərir. 9-cu səhifəmizdəki heç bir cinayət cəzasız qalmır başlıqlı məqalə isə günün siyasi nəbz rubrikasında verilib. İranın paytaxtı Tehranda yerləşən Azərbaycan Respublikasının səfirliyinə qarşı törədilmiş terror aktı təkcə cinayət hadisəsi deyildi. Bu, həm də Azərbaycan dövlətinin suverenliyinə, diplomatik toxunulmazlığına və vətəndaşların təhlükəsizliyinə qarşı yönəlmiş bir təcavüz idi. Lakin bu qanlı hücumun arxasında gizlənən qaranlıq niyyətlər Azərbaycanın qətiyyət dağını aşa bilmədi. Ədalət zəfər çaldı, günahkar cəzasına çatdı. Türk dünyasının gənc gücü, bir millət, üç dövlət vizyonu başlıqlı məlumatsa 10-cu səhifəmizdə yer alıb. Mayın 20-sində Şimali Kipr Türk Cümhuriyyətinin ev sahibliyi ilə Yeni Azərbaycan Partiyası, Türkiyənin Ədalət və İnkişaf Partiyası və Şimali Kipr Türk Cümhuriyyətinin Ulusal Birlik Partiyasını təmsil edən gənclərin iştirakı ilə Türk dünyasının gənc gücü, bir millət, üç dövlət vizyonu mövzusunda konfrans keçirilib. 11-ci səhifədə isə İrəvanın Rəncbəri başlığı ilə maraqlı bir yazı dərc edilib. Rəncbər qəzetinin ilk çıxan sayında onun əsas vəzifələri, bu vəzifələrin yerinə yetirilməsi, partiya, sovet, komsomol təşkilatlarının bütün zəhmətkeşlərinin və ziyalıların qəzetə yaxından köməklik göstərmələri, rəhbər işçilərin, fəhlə və kəndlilərin rəy və arzuları, bölgələrdən qısa məlumatlar, respublika xəbərləri və bir neçə xarici xəbər dərc olunmuşdu. Sülhə son 2 addım.
Bakı-İrəvana yol göstərir başlığı ilə məqalə isə hadisələr kontekstində 12-ci səhifəmizdə yer alıb. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, sülh müqaviləsinin imzalanması üçün iki əsas şərt var. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və ATƏT-in Minsk qrupunun de jure ləğvi. Bu iki tələb təsadüfi deyil. Onlar nə ritorikadır, nə də siyasi təzyiq aləti. Azərbaycanın sülhə səmimi yanaşmasının hüquqi və geosiyasi əsaslarıdır. İqtisadiyyat xəbərlərinə əsr olan 13-cü səhifəmizdəki yazıların başlıqlarını sizə təqdim edirik. Xankəndiyə gedən qatar. Rəqabət qabiliyyətli, şəffaf bazar mühiti formalaşır. Şəkidən xəbər. Dövlət dəstəyi inkişafa zəmin yaradır. Sosial Orienter rubrikasında 14-cü səhifədə rəqəmsal ödəniş sistemlərində elektron pul qabılar, imkanlar və təhlükələr başlığı ilə maraqlı bir yazı yer alıb. Son 10 ildə rəqəmsal transformasiyanın sürətli inkişafı ilə maliyyə texnologiyaları, fintech sahəsində əsaslı dəyişikliklər baş verdi. Bu dəyişikliklərin önündə isə elektron pul qabı, mobil cüzdan texnologiyaları dayanır. Bu texnoloji yeniliklər özü ilə birlikdə iqtisadi və sosial təsirlər də gətirir. Belə ki, mobil cüzdanların genişlənməsi bank sektorunu yenidən formalaşdırır. Ənənəvi bank xidmətləri rəqəmsal transformasiyaya daha çox üstünlük verirlər. Fintech startaplarının bu sahəyə daxil olması bazarda rəqabəti artırır və istifadəçilər üçün daha əlverişli şərait yaradır. 15-ci səhifəmizdəki Dünya Bugün xəbərləri rubrikasında isə son 24 saatın əhəmiyyətli məlumatları yer alıb. Zelenski NATO-nun baş katibi ilə danışıqların təfərrüatlarını açıqlayıb. Vaşinqton-Ankara münasibətləri yeni mərhələyə qədəm qoyur. İrakli Kobaxidze, daxili işlərimizə qarışmağa heç kəsin haqqı yoxdur. Polşa və Ukrayna arasında saziş imzalanıb. Maraq Dünyamız rubrikasında sonuncu səhifəmizdə alimlərdən zəlzələlərlə bağlı şok açıqlama. Borcu olanlar bu problemlə üzləşə bilərlər. Solaxaylara pis xəbər və onların qulaqları təkcə eşitmək üçün deyilmiş başlıqları ilə maraqlı məlumatlar yer alıb. Beləliklə qəzetimizin son səhifəsi həm də hava haqqında məlumatla yekunlaşır. Bizim isə sizə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyi unutmayın.